doğrudan da o sözü gözəl vurğulayıb və deyiblər. Deyir, öz evində halva yeməyən, özgə evdə halva yeyirsə, o halva ona o qədər şirin gəlir ki, həqiqətən. Yəni, bu düzgün sözdür ya. Sözümün kəraməti var. Bax, mənim Ələkbər qardaşım, mənim qohumumdur. Nişanlıydı, öz arzuları, öz istəkləri var idi. Hamı kimi orduya yazıldı, 44 gün müharibədə, özü könüllü olaraq şəhid düşdü. Yeri cənnət inşallah. Mənim Emil qardaşım, İlkin qardaşım, mənim cəngavər qardaşlarım, onların da öz arzuları, öz istəkləri, öz niyyətləri var idi həyatda. Azından bu qardaşları unutmaq haqsızlıqdır. Həqiqətən həmin adamın üzünə demək olar ki, sənə haram olsun. Yəni bunu nə yerdəki bəndə götürər, nə də göydəki Allah. 2 kəlmə deyirdin, amma mən 1 kəlmə dedim də. Allah şəhidlərimizə rəhmət eləsin. Allah ali baş komandana can sağlığı versin. Yaxşı ki var, yaxşı ki bizim 30 ildə həsrətdə olduğumuz torpaqları geri qaytardı. Allah qazilərimizə də can sağlığı versin. Bu qədər.